Bəli, ölkə ərazisində qeyri-sabit hava müşahidə olunub, bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb. Qarın hündürlüyü Zaqatalada 36 santimetrə çatıb. Bəs qarşıdakı günlərlə bağlı proqnoz necədir? Bu barədə bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Şamilə Şamil qızı bizə məlumatları çatdıracaq. Buyurun Şamilə, efirdə sizi eşidirik sizi. Ötən gün paytaxtda müşahidə olunan güclü külək bugün bir qədər mülayimləşib. Bəs qarşıdakı günlərdə hava necə olacaq? Bu barədə daha ətraflı məlumatı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Günlarə Abbasova məlumat verəcək. Buyurun Günlarə xanım. Bəli, sizin də qeyd etdiyiniz kimi artıq biz bugün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin nisbətən mülayimləşdiyini müşahidə edirik. Belə ki, yaxın 3 gün ərzində Bakı şəhəri və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin fevralın 5-i və 6-sında gecəyə doğru yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimalı da var. Gündüz saatlarında isə mülayim şimal-şərq küləyi əsəcəkdir. Havanın temperaturu artıq fevralın 17-sində gündüz saatlarında 12 dərəcəyədək yüksələcəkdir. Azərbaycan rayonlarında da artıq bugün gündüz saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Fevralın 6-sı və 7-sində isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gün ərzində mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz isə 7-12 dərəcə isti olacaq. Dağlarda isə gecə 8 dərəcə şaxtadan, gündüz 6 dərəcə isti olacağı ehtimalı var. Belə ki, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Respublikanın əsasən dağlıq və dağətəyi rayonlarında yolların buz bağlama ehtimalı da vardır. Çox sağ olun. Bizim çatdıracaqlarımız bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirik Şamilə sizə ətraflı məlumatlara görə. Hələlik bizdən bu qədər hörmətli tamaşaçılar. ASTV xəbəri izləməyə davam edin. Davam edin ki, dünyada və ölkədə baş verən ən son yeniliklərdən xəbərsiz qalmayasınız. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.